Narkotik ittihamı ilə mühakimə edilən şair tiktoker İlham Elşad qızının cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfinin son iki şahidinin biri İlhamənin saxlanılmasında iştirak edən polis əməkdaşı dindirilib. Şahid ifadəsində demək olar, əvvəlki polislərin dediklərini təkrarlayıb. İlhamə isə bir daha ittihamla razılaşmadığını bildirib, həbsinin əsassız olduğunu iddia edib. Mən boyda şəxsiyyətin əlinə qandal vurublar, cəmiyyətə mən lazımam, azadlıqda da mən olmalıyam, qolları qandallayanı məni bura salan yerdə, Ağır Seyid nəvəsiyəm. İlhamə daha sonra şahidin ifadəsinə bir bənd şeirlə münasibət bildirib. Bu məqamda prosesi sədrlik edən hakim Anar Sadıqov ona xəbərdarlıq edib. Bura sizin üçün şeir demək yer deyil, biz də şeirə qulaq asmağa yığışmamışıq. Bir də bu hal təkrarlanmasın, hakim tələb edib. Proses sonuncu şahidin dindirilməsini təmin etmək üçün təxirə salınıb. Hakimlər məzuniyyətə getdiyindən növbəti iclas avqustda baş tutacaq. Qeyd edək ki, İlham Elşad qızına Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilib. Təqsiri sübuta yetirilərsə 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.